Deməli, bugünkü mövzumuz Böyük Səlcuq dövlətidir. Bildiyimiz kimi, Səlcuqlar Oğuz tayfalarının qınıq boyundan idilər. İlk əvvəl Səlcuqun atası Tokaq bəy Oğuz dövlətində subaşı, yəni ordu başçısı idi. Daha sonra deməli bu vəzifəyə Səlcuq bəy təyin olunur. Səlcuq bəy Oğuz Yabqusu ilə münasibətləri pisləşdiyi üçün Aral gölü ətrafına, deməli Cənd bölgəsinə gəlir. Burada İslam dinini qəbul edir. İslam dinini qəbul edəndən sonra Səlcuqlar Türkmən adlanmağa başladılar. İslam dinini qəbul edən Səlcuqlar deməli bu ərazidə nüfuzları daha da artır və digər türk tayfalarını da, deməli müsəlman türk tayfalarını da öz ətrafında birləşdirə bilirlər. Daha sonra isə danışacağıq Səlcuq bəyin nəvələri, deməli Toğrul, bir də Çağrı bəydən. Bunların əsas məqsədi Bizans üzərinə, deməli hücum, kəşfiyyat yürüş etmək idi. 1015-ci ildə deməli Bizansın əlində olan Anadoluya kəşfiyyat yürüşü etdilər. Bu yürüş nəticəsində Bizans, bir də ona tabe olan digər tayfalar Çağrı və Toğrul tərəfindən deməli məğlub edildi. Bundan sonra bunlar deməli Naxçıvana doğru hərəkət etdilər və Naxçıvanın təhlükəsizliyini təmin etdilər. Daha sonra 1028-ci ildə Səlcuqların Xorasanda üsyanı olur. Bu zaman deməli Qəznəli hökmdarı Mahmud Qəznəli Səlcuqların üsyanını yatırır. Bunlar Mahmud Qəznəlinin təqibindən qurtarmaq üçün Azərbaycanın cənubuna köç edirlər. Bilirik ki, həmin dövrdə Azərbaycanın cənubunda Rəvvadi dövləti idi və Vəhsudanın icazəsi ilə deməli Azərbaycanın cənubunda 1028-ci ildə məskunlaşırlar. Burada belə deyək, artıq daha sonra isə 1038-ci ildə Sultan Məsudun dövründə Xorasan ərazisində yerləşən Nişapura hücum edirlər. Nişapuru ələ keçirirlər. Amma Toğrul burada Nişapurun qarət etməyə öz əsgərlərinə icazə vermir. Nəhayət 1038-ci ildə 1-ci Toğrul Böyük Səlcuq dövlətini yaradır və paytaxtı Nişapur şəhəri edir. Bundan sonra isə qarşısına bütün Xorasanı ələ keçirməyə durur və beləliklə 1040-cı ildə deməli Qəznəlilərlə Səlcuqlar arasında Dəndənəkan döyüşü olur və bu döyüşdə Qəznəli Sultan Məsud məğlub olur. Məğlubiyyət nəticəsində deməli Səlcuqlar bütün Xorasanı ələ keçirirlər və beləliklə nəticədə Mərkəzi Asiyada Səlcuqlar öz mövqelərini möhkəmləndirirlər. Bundan sonra 1-ci Toğrul 1040-cı ildə Mərv qurultayı çağırır. Bu qurultayda özünü sultan elan edir və qərarı alır ki, Qaraxani Qəznəli üzərinə hücum etməkdənsə dağınıq halda olan Cənubi Qafqaza bir də Bizansa yürüş təşkil eləsin. Bu yürüşü təşkil eləmək üçün Toğrul deməli paytaxtı Nişapurdan Rey şəhərinə köçürür 1043-cü ildə. Çünki yürüş elədiyi ərazilərə daha yaxın olsun və 1048-ci ildə deməli Şəddadi dövləti ilə anlaşma edərək 2-ci ləşkəri ilə Bizans erməni gürcü qüvvələrini məğlubiyyətə uğradır və nəhayət Cənubi Qafqaza 1054-cü illərdə yürüş edir. Və bu dövrdə Qafqaz ərazisində deməli Şəddadi dövləti var idi. Bundan əvvəl deməli Cənubi Azərbaycan ərazisində isə Rəvvadi dövləti var idi. Deməli 1054-cü ildə Rəvvadilər üzərinə yürüş edir. Bu dövrdə Vəhsudan müqavimətsiz şəkildə deməli Səlcuqlara tabe olur və onlar arasında olan deməli razılaşmaya əsasən hər il xərac ödəməli olacaqdır. Digər isə
Şimali Azərbaycan ərazisində yerləşən Şəddadi dövləti idi. Bu da yenə Rəvvadi kimi müqavimətsiz tabe olur. Amma Şəddadilərlə anlaşma eləyir. Anlaşmaya əsasən Əbüləsvar Şavur deməli Səlcuqların Bizans Gürcülər üzərinə hücumu zamanı Səlcuqlarla birlikdə hərəkət edəcəkdi. 1054-cü ildə daha bir əmirlik olan Tiflis Müsəlman Əmirliyini də özündən asılı vəziyyətə salmış olur. Deməli 1054-cü ildə Rəvvadi, Şəddadi, Tiflis Müsəlman Əmirliyi Səlcuqlardan asılılığı qəbul edir. Və 1055-ci ildə isə Abbasi xəlifəsi, mərkəzi Bağdad olan Abbasi xəlifəsi də deməli 1-ci Toğruldan asılılığı qəbul edir və bundan sonra Abbasi xəlifəsi Toğrulu Şərqin və Qərbin hökmdarı adlandırır. Bu dövrdə deməli Toğrulun sərkərdəsi olan Kutalmış bəy Xəzərin cənubunu deməli ələ keçirərək Aran bölgəsinə doğru irəliləyib. İbrahim Yınal isə Qərbi İran, Azərbaycan, Dəclə çayı ətrafı əraziləri deməli ələ keçirməyə çalışır. Və nəhayət 1-ci Toğrulun zamanında Səlcuq dövləti şərqdə Amur dərya, qərbdə Fərat çayı, şimalda Dərbənd, cənubda İran körfəzinə qədər geniş bir ərazini əhatə edir. 1-ci Toğrulun varisi olmadığı üçün hakimiyyətə Çağrı bəyin oğlu Alparslan gəlir. Alparslan 1063-cü ildən 1072-ci ilə qədər hakimiyyətdə olacaq. Əsas məqsədi deməli Bizansı məğlub etmək idi. Əvvəlcə deməli Azərbaycanla sərhəddə olan erməni, gürcü, abxazları deməli məğlub edir və Qars, Ani deməli Tiflis şəhərlərini öz tərkibinə qatır. Bax açar sözümüz qatmaqdır. Qatmaq. Qars, Ani, deməli Tiflis. Bu şəhərləri öz tərkibinə deməli qatmış oldu. Yəni qatdı. Hansı şəhərləri? Qars, Ani, Tiflis. Və 1065-ci ildə Toğrulun zamanında asılılığı qəbul edən Rəvvadi dövlətinə son qoyur. 1065-ci ildə. Və 1066-cı ildə sərkərdəsi Qara Təkin deməli Şirvan üzərinə yürüş edir, Şirvanşahların üzərinə yürüş edir. Bu zaman Şirvanşah hökmdarı 1-ci Fərbruz idi. Bu deməli Səlcuqlardan asılılığı qəbul edir. Və bununla da o 1-ci Fərbruz Şirvanşah titulundan məhrum olur, ona məlik titulu verilir. Və Səlcuqlar 1066-cı ildə Şirvanşahları özündən asılı vəziyyətə salmaqla bütün Azərbaycanı tutmuş olurlar. Deməli, Səlcuqlar bütün Azərbaycanı neçənci ildə tutdular? 1066-cı ildə Şirvanşahları özlərindən asılı vəziyyətə salmaqla. Demişdik ki, Alparslanın əsas məqsədi Bizansı məğlub etməkdir. Və nəhayət 1071-ci ildə Bizansla Səlcuq arasında Malazgirt döyüşü baş vermişdi. Bizansı bəzən deməli Rumlu da adlandırırlar, yəni Rumlular. Və bu dövrdə Bizans ordusuna 4-cü Roman Diogen başçılıq edirdi. Eyni zamanda Oğuz və Peçenik tayfaları da Bizans tərəfindən vuruşurdu. Malazgirt döyüşündə deməli Bizans məğlub olur və Şərqi Anadolu həmişəlik türk torpağına çevrilir. Bununla da Malazgirt döyüşü nəticəsində Səlcuqlar Ön Asiyada möhkəmləndilər. Bayaq dedik ki, Mərkəzi Asiyada möhkəmləndilər Dəndənəkan döyüşü ilə, Ön Asiyada isə Malazgirt döyüşü ilə möhkəmləndilər. Və Bizans tərəfindən vuruşan Oğuz və Peçenik tayfaları Alparslan tərəfindən cəzalandırıldı. Bizansla bağlanan müqavilə nəticəsində Şərqi Anadolu dedik həmişəlik türk torpağı oldu və Bizans hər il vergi verəcəkdi, bir də lazım olanda hərbi yardım etməli idi. Alparslanın növbəti hücumu 1072-ci ildə Qaraxanlı ərazisi olacaqdı. Bura yürüşə başladı, lakin sui-qəsd nəticəsində öldürüldü. Onun Qaraxanlı üzərinə yürüşü
baş tutmadı. Bundan sonra isə hakimiyyətə deməli oğlu Məlikşah gəldi. Məlikşah 1072-dən 1092-yə kimi deməli 20 il hakimiyyətdə olacaq. Onun dövrü deməli çiçəklənmə dövrü hesab olunur. Ona dövlət işlərində vəziri Nizam Mülk yaxın köməklik göstərirdi. Nizam Mülk eyni zamanda Alparslanın da vəziri olmuşdu. Onu siyasətnamə əsərində Cahan hökmdarı da adlandırırdı. Məlikşahın zamanında paytaxt Reydən deməli İsfahana köçürüldü və bu dövrdə onun sərkərdəsi Buğa Şəddadi üzərinə hücuma keçərək 1088-ci ildə Şəddadi dövlətinə son qoydu. Dedik ki, Rəvvadi dövlətinə son qoymuşdu Alparslan, Şəddadi dövlətinə isə oğlu Məlikşah son qoyur. Eyni zamanda Bizansdan da ağır dərəcədə xərac alır. Daha sonra Qaraxani dövlətini də özündən asılı vəziyyətə salır, hər il vergi verməyə məcbur olur. Sonra bir sıra deməli əraziləri də ələ keçirmişdi ki, bunlar deməli Konya, Ankara, Suriya, Fələstin ərazilərini də ələ keçirmişdi. Məlikşahın keçirdiyi hərbi islahat nəticəsində nizami ordu yaradıldı. Daha sonra vahid çəki, ölçü, pul sistemi də bunun dövründə deməli yaradıldı. Tacirləri bəzi rüsumlardan azad etdi. Nəticədə deməli ölkədə inkişaf baş vermişdi. Yaxın adamlara isə bir çox deməli iqtada payladı. Bunun ölümündən sonra deməli 1092-ci ildə Səlcuq dövləti tənəzzül etməyə başladı. Həmin illərdə deməli bu ərazilərə səlibçilərin də yürüşü olmuşdu. Səlibçilər deməli Suriya, Fələstin ərazisində olan Qüds şəhərini işğal etmişdilər. Aralıq dənizi sahillərində bəzi əraziləri Səlcuqlar itirdilər. Məlikşahdan sonra isə Səncər hakimiyyətə gəldi. 1118-1157-ci ilə qədər hakimiyyətdə olacaq. Səncərin dövründə bir sıra üsyanlar baş verdi və Səlcuq imperiyası parçalanmağa başladı. 1118-ci ildə parçalanmağa başladı. Bir sıra atabəyliklərə parçalandı. Bütün bunlara baxmayaraq Səncərin dövründə həm Qaraxanlı, həm Qəznəli ilə uğurlu müharibələr aparılmışdı. Amma bura yürüş edən Monqol əsilli Qarakitaylar bir sıra əraziləri deməli Mavərnəhri deməli tutdular. Mavərnəhr bilirik ki, Sırdərya, Amurdərya arasındakı deməli ərazi idi. Sırdərya və bir də Amurdərya çayı arasındakı ərazilər Mavərnəhr adlanırdı. Səlcuq imperiyasının deməli parçalanması nəticəsində onun ərazisində Xarəzmşahlar, Kirman, Suriya, İraq Səlcuq sultanlığı, Atabəylər, Anadolu kimi sultanlıqlar yaranmışdı. Və nəhayət Səncərin ölümündən sonra 1157-ci ildə Səlcuq imperiyası süqut etdi. Bir daha baxaq ki, deməli qeyd elədiyimiz kimi 1038-ci ildə Mərkəzi Asiyada Səlcuq dövləti yaranmışdı. Yaranarkən onun paytaxtı deməli Nişapur idi. Nişapurdan Reyə köçürüldü. Reydən də İsfahana. Burada bir dənə üçbucaq yaratmış olduq. Deməli ilk paytaxt Nişapur 1043-cü ildə Reyə köçürüldü. Reydən də İsfahana köçürülmüş oldu və Mərkəzi Asiyada yaranmışdı böyük Səlcuq dövləti. Daha sonra baxaq, deməli ümumi sual-cavaba baxaq ki, deməli biz dedik ki, Mərkəzi Asiyada deməli Səlcuq dövləti möhkəmlənmişdi 1040-cı ildə olan Dəndənəkan döyüşündə. Dəndənəkan döyüşündə Səlcuqlar kimləri deməli məğlub etmişdilər? Qəznəliləri. Ön Asiyada isə deməli Malazgirt döyüşü ilə
paytaxtlarında dedik. Dedik ki, Nizam Mülk vəziri olmuşdu Alparslanın və Məlik Şahın. Burada deməli Səlcuq dövründə yeni torpaq mülkiyyət formaları yaranmışdı ki, bu da ucu idi ki, yalnız sərhəddi qoruyan sərkərdələrə verilirdi. Bir də bu dövrdə üşür adlanan torpaq vergisindən danışacağıq. Daha sonra alaf, silah, nal, şərab kimi ordu üçün alınan deməli vergilər var idi.